Hər vaxtınız xeyir olsun mənim gözəl, şirin izləyicilərim. Nətərsiz? Allaha şükür yaxşısınız. Məni də soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Xanımlar, gözəl izləyicilərim, bugün bu mənzərə ilə açılış elədim. Hava bayırda çox qəşəngdir, hətta deyərdim istidir. Bu payız fəslində havalar doğrudan çox isti keçir. Dedim elə pəncərədən bir balaca mənzərəni çəkim sizə də görsədim. Çox qəşəng hava var həqiqətən. Xanımlar, məni üzürlü hesab eləyin. Bu aralar videolarıma ara verirəm, gic-gic çıxıram qarşınıza müəyyən səbəblərə görə. Amma yenə də ürəyim sizləndir. Həmişə yadımdasınız, ürəyimdəsiz. Allah sizləri var eləsin. Dedim bugün bir video çəkim bu istirahət günündə. Mətbəxə keçməmişdən mənzərə ilə başladım. Gözəl istirahət günündə xanımlar, hər birimizə gözəl-gözəl, bol-bol istirahətlər, ruzu bərəkət və önəmlisi can sağlığı arzuluyuram. Allah hər birinizi var eləsin. İnşallah xanımlar, bugünkü videom biraz fərqli olacaq. İnşallah oturub qəşəng-qəşəng izləyərsiniz. Rəylərinizi yazarsınız. Əgər abunə olmamısınızsa, abunə olarsınız. İnşallah. Yenə deyirəm, qəşəng yorumlar yazırsınız mənə. Qəşəng fikirlər yazırsınız. Allah sizləri var eləsin. Çox gözəl izləyicilərim var. Baxan gözləriniz var olsun. Yazan əlləriniz var olsun. Dəyərli xanımlar. İnşallah mətbəxə keçməmişdən bu mənzərə ilə başladım. İndi inşallah burada videomu dayandırım, keçim mətbəxə. Davamına inşallah baxarsınız. Gözəl bacılarım, Bismillahla mətbəximizdə işimə başlayayım. Xanımlar, burada gördüyünüz kimi 4 ədəd heyva var. Yuyub yığmışam bura. Burada bizim qoz ləpəmiz var. Hardasa bir 10 ədəd ləpədi süzgəcdən keçirmişəm. 1 ədəd darçınımız var, çubuq darçın. Hardasa burada pesokumuzdur, stəkan yarım. 1 stəkan ilıq sudur, adi, sadə sudur. 1 armud stəkan da nar sokudur. Çəkmişəm. Qaymağımızdır. 2 paçkada qaymaqdır. Xanımlar, bu da bizim sobamızın listidir. Necə hazırlayacağım, onun hamısını sizinlə bölüşəcəm. Sadəcə mən heyvaların qabığını soyub, hazırlayım. Ona vaxtımız getməsin deyə videonu dayandırım. Hazırlayanda sizlə təkrar görüşərik inşallah. Xanımlar, heyvanımızı qəşəng qabığını soydum. İçini təmizlədim. Hazır forması bax budur. Yudum, yığdım. Bu da bizim soba listimiz. Xanımlar, indi mən altdan, heyvanın altından, qabıqlarından biraz düzüm. İndi isə heyvalarımızı düzün. Çox maraqlı bir desertdir və çayla pişməyə də çox əla. Ağız dadına uyğun bir desertdir. Heyvalarımızı düzdük. Xanımlar, indi mən bura darçın çubuğumuzu qoyum.
tən ortada. Suyumuzu tökün. 1 stəkan ilıq su. Bu bizə hələ ki lazım deyil. Bu dekorda lazım olacaq qoz ləpəsi. Pes okumuzu töküm heyvaların üzərinə. Şirin yeyək, şirin danışaq. Xanımlar, Allah hamımızın ağzımızı həmişə şirin eləsin, dualı eləsin. İnşallah, amin ya Rəbbim. Bu pesok zaten xanımlar, hamısı pişib, çəkiləcək heyvana, canına hopacaq. Belə. İndi isə axırıncı nar sokumuzu tökək, narın suyu. Hamısının üzərinə gəzdirməliyik. Belə. Xanımlar, bax, belə. İndi mən bunu qəşəng, bu listi, sobamızı yandırmışam. Qoyum sobanın içinə 180 dərəcədə inşallah 20 dəqiqəyə, 25 dəqiqəyə hazır olur. Pişsin, təkrar görüşərik inşallah. Xoş gördük sizi xanımlar. Xanımlar, mən desertimi hazır elədim, heyva desertimi hazır, servis forması ilə qarşınıza gəldim, vaxtımız çox getməsin. Xanımlar, qəşəng sobada bişdi heyvamız. Mən onu çıxartdım, soğudu. İndi mən onu necə hazırladım, onu sizə deyim. Xanımlar, heyvanın üzərindəki qaymaqdır. Qaymaq eləmişəm üzərinə və qoz ləpəsi səpmişəm. Bayaqlarım mən başlıqda demişdim bunları sizə. İnanırsınız, o qədər dadlı çıxıbdı, o qədər gözəl bir desertdir. Mən çox istəyərdim ki, siz də hazırlayasınız. Rahat, hazır olan bir desertdir. Xanımlar, mən bir dənə də özümə çay tökdüm, yaşıl çay. Dedim, bu heyva deserti ilə nuş eləyim. Çox istəyərdim siz də hazırlayasınız, ailənizlə, uşaqlarınızla, nəvələrinizlə bir yerdə nuş edəsiniz. Bilirəm ki, hamısının ağız dadına uyğun olacaq və ağızları şirin olacaq inşallah. Xanımlar, siz də hazırlayın, nuş edin. Allah hər birimizin evini bərəkətli, ruzulu, bol eləsin. Can sağlığı versin hər birimizə. Mənim gözəl, dəyərli izləyicilərim, şirin şəkər xanımlar, sizin yazılarınızı gözləyirəm, yorumlarınızı gözləyirəm, fikirlərinizi gözləyirəm. Siz hamınız çox dəyərli, əməyə, əziyyətə, qiymət verən gözəl xanımlarsınız. Allah hər birinizdən razı olsun. Hazırlayın, nuş edin, mən də çayımı içim, nuş edim. İnşallah Allah izin versin, görüşərik yenidən gözəl xanımlar. Özünüzdən müğayət olun, Allaha əmanət olun. Allah hər birimizi qorusun ayrı-ayrılıqda. Öpürəm sizi.